Bir növ immunoterapiya insanların sadə dillə başa düşməsi üçün bunu peyvənd də deyə bilərik. İmmun peyvəndlər vurulur. Çox maraqlıdır. Bunun qarşılığı inteqrativ tibbdə nədir bəs? Onun qarşılığı dediyim kimi hüceyrə səviyyəsində təmizləmə, yəni detoks deyirik. Bu drenaj detoksifikasiya üsullarından istifadə edirik və daxilə, yəni sadəcə məsələn allergiya dəri zəminində baş versə də, qaşınma, işte övrə şəkildə qarşımıza gəlsə belə müalicə daxildən gedir. Və bu müalicə prinsipinin də əsas prinsipi odur, yəni daxildən xaricə təmizlənmə. Yəni hər nə qədər müalicə edilsə də akademik təbabətdə, yüzeysəl olaraq öskürək kəsildi, ekzemalar keçdi, qaşınmalar keçdi, amma daxildə proses davam edir. Hər nə qədər bu davam etsə belə allergiya təməlli çözülmür. Amma inteqrativ təbabət hüceyrə səviyyəsində daxildən təmizlik yaradılaraq təməlli sağlamlığa qovuşdurur. Ən tez uşaqda nə vaxt bilmək olar, doktor, allergiya varmı, yoxmu? Bəzən yeni doğulan uşaqların yanaqlarında qırmızı olur. Onu da çox zaman bəli, allergiya deyə başa düşmürlər. Xüsusən də bölgələrdə deyirlər ki, o qədər uşağı öpürlər ki, öpməkdən yanaqları qızarır. Düşünürlər ki, bu öpməklə bağlıdır, yaxud atanın ya babanın üzündə tük var, ondan bağlıdır. Çox zaman insanların allergiya ağlına gəlmir. O yanaqda olan qızartılar, bunlar elə allergiyanın bir əlamətidirmi, doktor? Bəli, əslində uşaq dərisi özü həssas olduğuna görə tüklü bir insanı öpməsi doğrudur. Üzdə səpkilər, qızartılar verə bilir. Ancaq bu proses olmasa, yəni öpmə prosesi olmadan belə yanaqdakı qızarıqlar, ekzema deyirik, o özü allergiyanın göstəricisidir. Perianal bölgədə, yəni popo qismində qızarıqlığın olması, sonra bezin, pampersin büküşlərində qızarıqlığın olması, sonra uşaqda yeni doğulan körpədə qəbizlik şikayəti özü bağırsaq allergiyasını göstərir. Sonra saçlı dəridə kəpəkləmə, yeni doğulmuş uşaqda akne deyirik. Bu gibi proseslərin olması, konak olması özü allergiya göstəricisidir və mümkün qədər əgər bu uşaq yeni doğulan körpə ana sütü ilə qidalanırsa, ana özü dietasına qidalanması fikir verməlidir. Çünki ananın hər yediyi qida uşağın sütündən keçdiyinə görə uşaqda allergiyanı tetikləyə bilir.